Her vaxtınız xeyir. Bugün sizə A Park yaşayış kompleksinin en güzel binalarından sayılan Bazar Store'un binası, prospektin üstündəki binada belə bir mənzil çəkib göstərirəm. Sahəsi 100 kvadratdır, 3 otaqlıdır, tam əşyalıdır, hər bir şəraiti var. Hazırda gördüğünüz evimizin giriş kapısıdır bura. Bura evimizin giriş kapısıdır. Burada dəhlizdə dolab, şkaf. Bu gördüğünüz 3 otaqdır. Ortadaki zaldır, bu bir yatağı otağıdır, bu uşaq otağıdır. Burada çox iri mətbəxi var, solda. Burada da gördüğünüz 2 qapı, biri hamam, biri tualet. Burada yenə şkafdır, paltar yuyanıdır, yığılıb, hamısı hazırdır belə. Baxın, bu bizim mətbəximizdir, çox iri, geniş. Mətbəx mebeldə yığılıb, sağ, sol. Sağda belə mebeldir, solda da belə soyuducu da var. Bu üstdə də şkaf yığılıb, altı yenə neysə yığmaq üçündür. Çox geniş bir balkonumuz var, üzü parka baxır. Burada da sağ, sol şkaflarımız var. Burada da bu şkafdır. Bu da ki gördüğünüz, baxın belə bir balkonu düzəltmişik bunlardan. Adını da bilmədim, adı nə idi bunun. Ona görə deyə bilmədim. Bu da şkafdır burada, yəni belə kombi yığılmaq üçün kombinin yeri də buradadır. Çıxış hissəsi də buradadır, qaz sayğacıdır. Şkafda da belə gördüğünüz bütün gözləri də var. Hazır evdir. 100 kvadrat, 165 minə. Real alıcı ilə bazarlıq eləmək olar. Sənət Kupça, orta mərtəbə, 7 mərtəbəli binanın 4-cü mərtəbəsi. Çox gözəl bir mənzildir. İndi sizə otaqlarımızı göstərim. Bu evimizin qonaq otağıdır, çox iri bir otaqdır, baxın. Buradan pəncərəsindən Ceyran batan gölü, su ambarı görünür, park görünür. Bak burada parkdır, burası stayankadır. Bu da yataq otağımızdır, təxminən 15 kvadrat. Zalımız 20 kvadrat, bura 15 kvadrat təxminən. Və 12-15 kvadratda mətbəximiz idi. Bir sözlə evimizin hər bir şəraiti, bütün obstanovka qurulub yerindədir. Bu da uşaq otağımızdır. Mebellər də qalır, hamısı dolablar, şkaf. Telefon nömrələrimiz 055 843 61 43 buyurub əlaqə saxlaya bilərsiniz. Həm bizə, həm də WhatsApp var. 100 kvadrat, orta mərtəbə, 7 mərtəbənin 4-cü mərtəbəsi. 100 kvadrat, 165 min. Sənət Kupça, tam təmir, bütün əşyalar. Sağ olun.